Məqsədyönlü və uğurlu insan olmaq istəyirsənsə, bu səhvləri qətiyyən təkrarlama. 1. Əgər sən qarşına məqsəd qoyursansa, bu məqsədini və məqsədinə gedən yolda bütün hadisələrlə yalnız həmfikir insanlarla bölüş və həmfikir insanlarla dərdləş. Qətiyyən heç vaxt bədbin, pessimist, neqativ insanlarla bölüşmə, çünki səni əhval-ruhiyyədən salacaqlar. 2. Əgər sən qarşına tam başa düşmədiyin məqsəd qoysan, sən məqsədinə çata bilməyəcəksən. Məqsəd qarşına qoyanda maksimal dərəcədə şəffaf olmalıdır və sən hər şeyi başa düşməlisən və dərk etməlisən ki, nə istəyirsən və nəyə nail olacaqsan. Misal üçün, mən bir il ərzində qazancımı 5 dəfə artıracam. Yəni, vaxt təyin olundu, nə istədiyim təyin olundu, nə qədər artım olmağı təyin olundu və yazıram ki, misal üçün, mənim indiki əmək haqqım 300 ya 400 manatdır. Mən 5 dəfə çox istəyirəmsə, 1500-2000 manat olacaq. Yaxşı, hansı sahədə, nə üzərə, kim olaraq? Bunları da cavablandırandan sonra isə sizin qarşınıza bütöv hər şey normal şəkildə şəffaf, aydın olacaq. Üçüncü, ancaq teoriya dalıcan qaçmaq, amma öyrəndiyimiz heç nəyi praktiki şəkildə həyata keçirməmək. Buna analitik paraliz deyilir. İnsan ancaq öyrənir, amma öyrəndiyi heç bir şey real həyatda tətbiq eləmir. Bu səhvədə qətiyyən eləməyin. Çünki hər bir insanın uğur əldə eləmək səbəblərindən biri aktiv, fəal öyrəndiyi bütün teoriyaları həyata keçirtməkdir. Yalnız real addımlar atanda insan nəyəsə nail ola bilir. 4. Əgər siz özünüzə müəllim, nastavnik seçə bilməsəniz, yəni sizin ya internet üzrə, ya real həyatda sizə oxşar məqsəd qarşısına qoyub, məqsədinə çatan bir insanla yaxın bir münasibət qurmağınız da çox vacibdir. Ya əhatənizə olmalıdır, dostlarınız, tanışlarınız məqsəd yönlü olmalıdır və sizə qarşınıza qoyduğunuz məqsədə uyğun məqsəd qarşılarına qoymalıdırlar. Ya sizin müəlliminiz olmalıdır ki, sizin çatmaq istədiyiniz nailiyyətləri əldə eləmiş olsun və siz onun şagirdi olasınız. 5. Bundan ibarətdir ki, ancaq meditasiya, vizualizasiya, yazım, ancaq bunlara güc verim, ancaq insanı rahatlaşdıran şeylərə güc verim ki, və gözümün qarşısına gətirim hər şey. Amma ki, real həyatda elədiyim hərəkətləri analiz eləməyim. Çünki insan, biri var boş-boşuna nəylərlənsə məşğul olar, hansısa addımları atar, biri də var məqsədyönlü şəkildə, yəni məqsədinə aparan effektiv addımlar. Belə bir prinsip var, 80% bizim uğurumuz 20% atdığımız addımlardan irəli gəlir. Bu prinsipə uyğun hərəkət eləmək lazımdır ki, sən 20% vaxtını, enerjini xərcləyəndə və ya 20% hansısa bir addımlar atanda sənə 80% rezultat versin. 6-cı və ən vacibi, izləmək üçün mənim Telegram kanalıma daxil ola bilərsiniz və Telegram kanalımda bu videonu bütöv formatda izləyə bilərsiniz.